Dikkat. Jüpiter'in atmosferine dahil olarak tokuşmaya hazır olun. Bir saatler sonra yaşam alanıyla nasıl hayatınızla birlikte kazışlarında dert olacak. Sizlere eziyet verdiğiniz için açıları vicdan azabı çekmedir. Hayat mübalağadır. Yalnız ezimkar varlıklar ve mezgekçiliği kazanabilir. İzimkar. Xamelyon revolveri götürüb ayağını birləşən tərəfə sürüdü. Bir mərtəbə qalxıb silahın qundağı ilə qapını döydü və gözlədi. Nəhayət divarın içindəki balaca dəlikdən səs gəldi. Nə lazımdır? Sizin üçün xüsusi kömür gətirmişəm. Bizim zonadan kömürün bu növündən tapmaq çətindir. Ancaq lazımdırsa axtarışlarımı davam etdirə bilərəm. Möcüzə də olsa bu baş verdi. Qapı açıldı və ağ skafandrlı adam boğuq səslə dedi. Yaxınlaşın. Xamelyon taqətdən düşmüşdü. Əynindəki şaxtaşı skafandrı çirkin içində idi. Üzü kömür qarasından seçilmirdi. Bircə dodaqları və danışan zaman ağzının içindən bayıra boylanan dili qırmızı rəngi çalırdı. Əslində kömürün harda cəmləşdiyini bilirəm. Məni yuxarı buraxsanız, yerini sizə xəritədə göstərəcəm. Xeyr, siz buradan yuxarı qalxa bilməzsiniz. Qayda qanunları təkrar etməyə yəqin ki, lüzum yoxdur. Yaxşısı budur, düşün öz mərtəbənizə. Orada sizi yaxşıca yedizdirib çizdirəcəklər. Əlbəttə, mən itaətsizlik göstərmirəm. Sadəcə sizi baş verəcək təhlükədən xəbərdar etmək istəyirəm. Narahat olmayın, yerin Jüpiterlə toqquşmasına hələ çox var. Biz bunun qarşısını almaqdan ötürü daim çalışırıq. Mən başqa təhlükədən danışıram. 5-ci zonada şaxtaçılar susuzluqdan əziyyət çəkir. Siz onlara kömək etməlisiniz. Bu, yerlərin sakinlər üçün təhlükə yaradır. Qırmızıdərli iblis başının ortasından qıvrılan qoz buynuzlarını geriyə ataraq dəmir qapını örtmək istəyəndə Xamelyon özünü qabağa verdi. Deyə bilərsinizmi, bura neçənci mərtəbədir? Mənfi 39. Siz aşağı düşməlisiniz. Qaydın öz mərtəbənizə. Deyib, caynaqları ilə qapını bağlamaq istəyəndə Xamelyon onun xirtləyindən yapışdı. Qırmızıdərli xırıldadı, əl-qol atdı. Amma Xamelyonun kəlbətin barmaqlarından çıxa bilmədi. O, bir əli ilə əcabin buynuzundan tutub özünə çəkdi, başını vurub yerə yıxdı. Qırmızıdərli səsini udaraq dəmir gücün qarşısında təslim oldu. Xamelyon azadlığın ətrini duymağa başlamışdı. Sinəsinin altında ürəyi elə çırpınır, elə döyünürdü, sanki onu sıxışdıran boz divarları yarıb bayıra atılacaqdı. Qətiyyətli idi. Dəmir əlləri ilə iblisi boğmağa başladı. Nə qədər vaxt keçdi bilmədi. Barmaqları yorlanadək nəfəsini kəsdi. Ayağa qalxanda bədheybət artıq ət parçasına çevrilmişdi. Bir anlıq dayandı. Dayandı və geriyə baxdı. Bir mərhələdən o birinə adlamaq üçün nə qədər güc sərf etmişdi. Neçə mərtəbə saymışdı. Bəs birinci mərtəbədə axtardığı nə idi? Ölüm yoxsa? Heç kim bu vaxtadək onun etdiyini eləməmişdi. Yaşadığı yerdələndə barışmadığı bir şey vardısa, o da barışmaq hissi, qətiyyətsizlik və zəiflikdir. Bunların üçü də beyninin bir küncündə cəmləşir. O, yalnız qulağına qarabasma formasında gələn səslərə qulaq asırdı. Çünki ən düzgün yolu məhz yerin altından gələn səslər göstərirdi. Mənfi 39-cu mərtəbə. Gür işıq, səssizlik. Canına elə bir halsızlıq söktü ki, özünü ayaq üstə saxlaya bilmədi. Bu, gərgin, yuxusuz gecələrin yorğunluğu idi. Daldalanmaq üçün tualetdə kabinələrin birinə girib cəftəni çəkdi və yerdə unitaza söykənib gözlərini yumdu.
Dikkat dikkat. Havada tozun miktarı normalden artıktır. Mənfi 95, 75, 55 ve 35. mərtəbələrin ambarlarındakı ələk qazlardan istifadə edin. Filtrasiya sistemi işə düşənə dək ələk qazları çıxarmayın. Xamelyon yerində quruyub qalmışdı. Zamanla məkan arasında itmişdi sanki. İçəridə sifətindən xortum sallanan bir cüt şüşənin altından ona baxan naməlum şəxsi görəndə kosmik fəzada əriyən bədəni bir göz qırpımında özünə qayıtdı. Sən kimsən? Xortumlu kişi mızıldandı. Eşitmirəm. Maskanı çıxardı. O əleyqazı dartıb çıxartdı. Bir-iki dəfə öskürüb dedim. Bilirdim ki, qaydasın. Xamelyon tösmərəyin kərpis rəngə çalan dərisinə, dərinin altında qavaran tünd göy damarlarına, iri buynuzlarına baxdıqca, elə bil beynində ölmüş hüceyrələri yenidən dirsəlirdi. Hardan bilirdin? Şaman qışqıranda başa düşdüm ki, gəlirsən. Səsi bura çatmışdım. Mən bir neçə saat yanında qalsam, sənə mane olmaram ki. Tösmərək alnının tərini silib, qarşısındakı çarpayıya çöktüm. Ələkqazı yanına qoyub əlləri ilə dizindən yapışdım. Elə bil yerində tıncıxırdı. Əslində səni burada görsələr, ikimizi də şaxtaçıların mərtəbəsinə göndərəcəklər, kömür qazmağa. Bilirsən ki, mən ora qayıtmaq istəmirəm. Xamelyon gözlərini ondan çəkə bilmirdi. İçində qovurduğu suala cavab tapmaq üçün məqam axtarırdı. Mən səni insana oxşatmıram. Nə mənada? Rəngin qırmızıdır, qulaqların uzundur, başında da... Xamelyon cümləsini tamamlamağa ehtiyatlandı. Tösmərək bilmədi nə desin, amma deyəcəyi söz elə üzündən oxunurdu. Xamelyona tikilmiş şübhəli baxışından. Yəni, demək istəyirəm, sən o biriləri kimi başıboş deyilsən. Xamelyon fikirlərini redaktə etdi. Tösmərək ayağa qalxdı. Əleyqazı götürüb Xamelyonun əlinə verdi. Keçir başına, istəmirəm səni burada görsünlər və arxamıza gəl. Dəhlizə çıxdılar. Tösmərəyi öskürək tutmuşdu. Havadakı tozcuqlar donqar burnunu qızıqlandırırdı. Xamelyon da üzündə əleyqaz böyrünə düşmüşdü. Dəhlizin başındakı dar keçiddən uzunsov bir otağa daxil oldular. Hər iki tərəfdə paslı rəflərin üstündə qədimdən qalma əşyalar, xarab olmuş radio aparatları, dinamiklər, müxtəlif elektrik avadanlıqları yığılmışdı. Tösmərək bir qədər irəli gedib dəmir qapının qarşısında dayandı. Xamelyonun rəflərin arasında eşələndiyini görəndə öskürəyini boğa bilmədi. Bu tərəfə, axtardığın şey bu yandadır, deyib uzun illər açılmayan paslı qapıya güc gələrək içəri tələdi. Qapının başından asılmış fənəri götürdü. Bir-iki dəfə arxadan yumruqlayandan sonra fənərin lampası yandı və onlar zülmətin içinə baş vurdular. Ard-arda düzülən konteynerlərin arasından keçdikcə, ayaqlarının altından çıxan xırçıltılar onların qulaq pərdələrini titrədirdi. Xamelyon yaxşı görməsi üçün əleyqazı çıxardı. Havadakı toz dənələri qaranlığı dələn fənər işığında rəqs edirdi. Xamelyon sükutu pozdu. Bayaq elanda dedilər mənfi 95, 75, 55 və 35. Mənfi 35-dən yuxarıda hava tozlanmayıb ki, Tösmərək dayanıb ona çəpəki nəzərlərlə baxdım. Məndən niyə soruşsan? Sən kördə olmusan? Yadımda deyil. Solğun kadrları xatırlayıram ancaq. Tösmərək içəri keçdim. Ora yatma itlərin arasıdır. Ancaq bunu deyə bilərəm sənə. Qırmızı konteynerin qarşısında dayandılar. Tösmərəyi yenə öskürək tutdu. Üstündən nə qədər vaxt keçdiyini unutmuşam. Açığı həmin gecə çox qorxmuşdum. Səni qabağa verdim. Yerdələndən canını qurtara bilsəydin, səndən sonra mən qalxacaqdım. Əslində bu qaçışın baş tutacağına o qədər də inanmırdım. Ona görə istədim birinci sən gedəsən. Alətləri də elə burada gizlətdim ki, nə vaxtsa lazım olar, deyib konteynerlərin qapısını araladım. Xamelyon başını buladım. Sən bu dəfə də məni qabağa verirsən.
Mən inamımı itirmişəm. Gücüm də tükənib. Bu zonada qalsam yaxşıdır. Xameleon Tösmərəyin vahiməli siluetində gizlənmiş aciz bir uşağı gördü. Buynuzları yenicə çıxmış, yazıq-yazıq ona baxan uşağı. Konteynerin içində qalaqlanmış ələqazlar, yenilmiş kombinezonlar, içərisi müxtəlif əşyalarla tıxlanmış yeşiklər vardı. Tösmərəyin axtardığı şey ən dibdə gizlədilmişdi. Ancaq qara qutunun içindəki çəkic və kəski yerində deyildi. Tösmərəyi hirsindən tər bastı. Ziblə qalasan, hardadır bəs? Xameleon Tösmərəyin qolunu aşağı saldı. Söndür fənəri. Tösmərək onun sözlərinə əhəmiyyət vermədi. Bu birisi qutudadır. Gözlə, sənə dedim gözlə, deyib fənəri zorla söndürdü. Nə olub axı? Sakit. Ambarın giriş tərəfindən işıq gəlirdi. 2 nəfər danışa-danışa onların gizləndiyi konteynerə yaxınlaşırdı. Gələnlərin səsi aydın eşidilirdi. O qara paltarlı nəzələndi mənimlə. Dedi, yaxşı yuxu görəcəksən. Bütün gecəni verdiyi daşıyamamışam. Sən demə, bu adi kömür imiş. Öldürəcəm it balasını. Sənin xəbərin yoxdur hələ. Mənfi 59-da cəmaat o daş üstündə bir-birinə keçmişdi. Şillə, təpik. Sən bir görəydin onun əlindən necə yanıqlıydılar. Əlimizə keçsə parça-parça edəcəyik onu. Mən yavara gətirdim. Revolveri ver, gedim işini bitirim. Gəl, bu konteynerin içindədir, qara qutuda. Konteynerdən küt səslər eşidildi. İt balası, cəhənnəmə göndərəcəm. İçəridəki dözməyib paslı dəmirə bir təpik ilişdirdim. Ambara səssizlik çöktü. O səssizlik konteynerlərin arasında dolaşaraq zülmətə qarışdı. Diqqət. Ay yeri tərk edib. Planetin səthində kataklizmlər baş verir. Sakit okean buxarlanır. Yaxın zamanlarda yerin su ehtiyatı tükənəcək. Faciəyə hazır olun. Süpürgəbaşlardan sonra otaq zibilxananı xatırladırdı. Kömür daşları, paslı stəkanlar yerlə bir idi. Xameleon səbrini güclə boğdu. Daşları torbasına yığıb çıxdı. Dəhlizin başında 2 arıq və uzun məxluqun sağa burulub pilləkənlərlə qalxdığını görəndə yerində donub qaldı. Yad planetlilərdi. Ürəyində fikirləşdi. Arxalarınca düşdü. Pilləkən meydançasına yaxınlaşanda vahiməli səslər eşitdi. Beyni qarışdı. Güclü maqnit radio dalğalarını pozduğu kimi gözləri axmağa başladı. Koridor gözünün qarşısında əriyirdi. Qabağa getməyə ürək etmədi. Daxilində izah olunmaz bir qorxu dolaşırdı. Ayaqlarını əstirən həmən o hiss iliklərini hoparaq yavaş-yavaş beyninə doğru hərəkət edirdi. Bədəninə sanki başqa bir insan girmişdi. O insan gözlərinin içindən çıxıb pilləkənlərlə üzü yuxarı qalxırdı. Qorxusunu izləyən Xameleon da ona satmağa çalışırdı. Mərtəbələri qalxdıqca belindən su axıdırdı. Omurğası iflic olmuş kimi ayaqları getməkdən imtina edirdi. Deyəsən onlardan birini gördü. Başını uzunsov kələmə oxşatdı. Hə, odur. Nədənsə ağlına gələn söz elə kələm oldu. Həddindən artıq arıq, boyu 2 metrdən yuxarı olardı. Dərsi də boz idi, kül rəngində. Yaxına dura bilmirdi. Elə bil hansısa fövqəladə qüvvə onu özündən kənara atırdı. Səsini çıxarmağa cürət etmədi. Elə arxasınca baxa-baxa qaldı. Yad planetlilər mənfi 60-cı mərtəbədə dəhlizə buruldular. Daxilində bir inamsızlıq baş qaldırmışdı. Hadisələrin sonu faciə ilə bitəcəksə, 1-ci mərtəbəyə qalxmağa dəyərdimi? Bəlkə elə xəstələrin yanında qalıb yerdə qalan ağlını burada itirsin. Ölüm onsuz da divarın o tayındaydı. Dəhliz Xameleonu sonuncu pilləkənə doğru aparırdı. Mərtəbədə ondan savayı canlı yox idi. Ancaq ölülər vardı. Bir də otaqları dolaşan cəsədlərin ağlar ruhları.
Bir-bir otaqları gəzdim. Üst-üstə yığılmış meyitlər. Az qala havalanacaqdım. İy o qədər kəskin idi ki, burnu qopub yerə düşəcəkdi. Xamilyon həqiqətən sarsıntı keçirirdi. Tez buradan çıxmaq lazımdı. Geriyə çönəndə diksindi. İblisə bənzər bir qoç, iyrənc təbəssümlə ona baxırdı.